Emin danışdığın canlıdayam ey. Kim deyir ki, ketanolun ona nədir ağrı kəsicini vursun? Ben sen oraya yerleşmek istiyorsan danışın. Ketan 12 kesəcək, bir də gedəcəm Gəncəyə. Deyirəm, istəyirsən oraya yerləşməyə, ora təzlənəm. Yerləşim uşaqlar, nə bilim. Yerləşib. Ne bileyim nedir? Ya bana ona nedir? Gedir uşaqlara deyir, sonra bana deyir, sonra deyir ne bileyim. Da bir qərara görək. Deyir yerləşeyim ora, bura yerləşeyim, uşaqlar ora yerləşib. Uşaqları neyinirsən? Nəyin vuracağım? Ketanın nəyin? Ketanolun ağrı kəsicisi iğnəsini. Ketanolun ağrı kesicinin iğnəsini. Əməliyyat olmuşam belimdən. Belimdən bilsiz nə qədər? Belimdən bilsiz nə qədər? Mənim əməliyyatım bizə belə yarılacaqdı. Bax, bu boyda yarılıb. Çünki implant qoyulub axı. Mən sestraya dedim, çək baxım yaramın yerinə. ...13 milliydi uşaqlar. Zəng eləməyin də, əsəbiyəm də, zəng eləməyin, danışmaq istəmirəm. Ayrı izləyicilər zəng eləməyin, hərəniz bir şey deyəsiniz, eləməyin. Eləməni hərəniz belə-belə elə dediz getməyin, fizioterapiyaya gedin, bura gedin, əməliyyatımı gecikdirdim. İstəmirəm, qulaq asas deyiləm, əsəbiyəm, sinirlərim doya. Ayımın denən mənə neyrocərrat olsun, mənim əsəblərimə manicə yazsınlar. Yığıb hərəniz bir məsləhət versiniz, istəmirəm. Yığmayın, blok atacağım kim yığsa. Əsəblərim doyaq deyim, ağrıyıram deyin, canım ağrı deyin, əsəblərim doyaq. Qomu atım bloka. Bir dəfə dedim, sözü başa düşmədi. Atım bloka. Hələ olmaz, tikişin sökülsün. Tikişim 2 həftədən sonra söküləcək yemin. Ağrılarım çoxdur. Çok sağ ağrılarım çoxdur. Götürək dəfə yaramın yerini dəyişsin. Hər gün orada, Gəncədə. Hər gün qız dəyişirdi əməliyyatımın yeri. Uzananda ağrıyır. Benim üstü uzananda ağrıyır. Kedici. Bu prosesler mumunda da uzan söhbət elə. Uzananda ağrıyır. Yüzüstü uzan. Yukarı üstü uzananda nefesim çatmır. Belə yüz aşağı uzananda nefesim çatmır orada. Yazırsınızsa yorumlar su kimin gedir okuyamıram. Deyirəm nə tər izləyicilər var, heç söz eşitməyən. Deyirəm yığmayın. Uğur turbanı ödənişlidə qalmaq nə qədər demin oranı günü bax olar eləmi? 1-200-300 manat dolar bir günü. Ölgəndin orada qalmaq neçəyədir bir günü? Özəl balınsadır ora.
O tutmaq nə daha az? Danış gör necədir? Danış gör. Ama belki götüm iyi şeyler. Ağrılarım, əməliyyatımın yeri ağrır. Uşaqlar dayana bilmirəm. Danış. Oraya gidəndə ağrılarım kəsirdi. Ağrım güclü olmurdu. Belimdən oldu uşaqlar. 13 millik qırıcam var idi belimdə. Belimdən oldu. Keçəcək, keçmir. Az sizlər nətər adamsınız? Yığmayın dana. Əsəblərim oyaqdır. Alo. Az yığmayın dana, ay qadan alım, yığmayın da əsəblərim oyaqdır. Xətrinizə dəyim. Siz ki orada mana ayrasınız ki. Canım. Yalan can neyinirəm, nə ayrasın orada ma? Ağrıyır, canım ağrıyır, orada beni yığır. Həkim çıxıblar, həkimdən çox biləcəklər. Oturum, aşıqlar, duzananda ağrıyır. Yo, vəfa getməsin, yo. Mənə yaxşı vəfa baxır. Yeməyimi pişirir, ev eşiyi təmizləyir. Məftun baxır, Vəfa kimə baxa bilmir. Vəfa evləri təmizləyir. Məftun yatır, gec durur. Başa düşürsən, uşaqlar durmur. Baxır, o gec durur, amma Vəfa tezləndən durur. Səhərə yaxın yatır Məftun. Sonra da dur, quza bilmirəm. Gələcək Məftun birazdan. Hoca da gəlsin, Teyuğa cücüyə bax, gedir baxar. Teyuğa cücüyə də baxan var. Vəfa yaxşı baxır, amma bu da yorulur. Çox pis ağrıyıram, uşaqlar, çox dözülməz, pis ağrıdır, dözülməz. Zingildədir adam, it kimi zingildədir. Niye gülürsünüz ya? Gülürler mi ha? Dur çoğu yok. Hekim dedi 10 dakika gezebilirsen 10 dakikadan sonra yok. Ağlama. Canlı bağla görüyorum. Niye? Bağla canlı. Sepet ile başım karışırdı. Ağlama da canlıdan yorulmuşsun ki sen. Zaten benim ağrım Belin ağrıyor? ağlayanda biraz sakitleşir. Kameranı çevir o yüzden şey diyor. Bir tane. İğne burası da. Əməliyyatımın yeri ağrıyır, aydı ya. Dünəndən gələndən ağrıyır. Dünən biraz ağrı kəsici zad vuruldu. Gece rahat edin de gece yattın da hem de. Gecə yatdım, səhər tezdən 7-də durdum. Birazdan mənə dedilər ki, şeydir, əsəblərimə də manicə lazımdır. Əsəblərim oyaqdır. Biraz yaşlaş gidersen. Belimdən əməliyyat oldum uşaqlar. İndi bilməyənlərə də deyirəm də implant qoydular, 2 dənə dəmir.
Dedi ki, həkim o gücdə ağrıyacaq. Sadə əməliyyat belə ağrımış. Amma implantın yeridir, qoydu ağrıyır. İki. Orada da ağrı kəsici vururlar da, vay pulun gedəcək. Orada elə bil, orada ağrılarım olmurdu. Orada ağrılarım olmurdu banisada. Venama vurulmuşsa. Ha? Venama vururdular? Hə, venama vururdular orada. Çevir kameranı. Evet, çevir. İğne vursan, qoyucu çevirin. Tamam. Uzanın. Uzanamıram bak. Sonra. Çıkar. Biraz dözümün olsun. Yazı Dözümüm yoxdur. Olmalısan. Biraz dözməlisən. Ve ağlayanda tabii təzyiqin qalır. Cehenneme qalxsın. Həkim deyib ki, ketanolonun ağrı kəsicini atır bu şeysin. Emin danışır şeylə, Ramiz doktorla. Oturma, öyle bir uzan. Uzan, durma. Oturma. Yaşamak istemiyorum. Evimdeyim uşaqlar. Koş. Koşun. Telefon durmuyor. Neden görün. Eşitsən mənə? Həkimlə danışdım. Həkim dedi ki, onun belində dedi dəmirlər var. O gün dünən gedəndə də mənə demiş. Dedi onu biraz incidəcəkdi. O bədən onu qəbul eləyənə qədər, onu örgəşənə qədər onu incidəcəkdi. Narahat olmasın. O bir müddət ağrıyacaq, eləyəcəkdi. Biraz dedi səbirli olsun. Ora getməyinin mənası yoxdur. Götür ona nədir? Ağrı kəsici ketanolon, ağrı kəsici iynəsini. Hə, Vəfa ilə də indi danışdım. Vur, ağrı bəlkə ağrıdıqca vur da, yüngül ağrıya belə vurma. Gördün dözə bilmirsən, onda vur günah. Başa düşürsən məni? İndi sənin belində dəmir var da, o dəmir sənin belinə örgəşənə qədər, eləyənə qədər səni incidəcəkdir. Hava gedəm ağrıyacaq be. Bir həftə, hər gün biraz azalacaqdır. Bir həftəyə top kimi olasın. Həqqi. Allah haqqı, həkim dedi ki, bircə həftə çətinliyi var, bircə həftə dözsə vəssalam, qutardı, getdi. Nəyə gülürsünüz ay uşaqlar? Gülməli burada nə var ki, gülürsünüz? Narahat olma Ginan, həkimlə danışdım. Dedi ki, ona nədir, ketanolon ağrı kəsicini vurur. Orada sadəcə o saat gündə 2 dəfə ağrı kəsici vururdular, sən bilmirdin. Ya venandan vururdular, venadan vuranda da biraz tez kəsir. Ona görə də yəni narahat olma, Vəfa da yanındadır, sağ olsun, sağa baxır. Şeylə ginən, elə gün, məsələn, ağrıdan gördün ki, dözə bilmirsən, onda vur ginən. Yüngül ağrıya belə vurma da, çox da şey eləmə, ağrı kəsici olmaz. Yaxşı, dözümlü ol biraz. Yaxşı, yaxşı. Da narahat olma, öpürəm səni. Özünə yaxşı bir şey olsa məni yığ. Ayağım niye içiyor?
Uyuşu çeyir. Belki madde daimin dünen de içime bilersen 4 gündür içinmirəm. Bu gəlsin yaramın yerində dəyilsin. Bu boyda değil yaramın yeri. Tikiflər. Dedi ki o ağrı kəsici vurulub. Koçələ prez deyəsən toxtuyuram. Bu kadar çok sağ ol. Her gün tətil dərmanı yazır, her gün içirəm. Emin biraz kesti. Ağrı kesti ondan mı? Biraz kesti. Ameliyat olmuşum uşaqla bölümdə. Bir dəfə dedim, ameliyat. Allah köməyin olsun, sağ ol. Çörək yemirəm. Bu boyda bu kusok koymuş. 100 kiloya deyirsən salacağım. 125 kiloya. 25 kilonu da versən deyir 100 kilo. Ağırlığını da deyir əməliyyat şey deyir. Nətərsə bəyəxdən ağrılarım güclüydü. Salam. Salam. Gəzmə. Yox, həkim dedi ki, gəz 10 dəqiqə. 10 dəqiqədə həmişə dedi gəz. Gözə gəldin.
Kimin gözünə? Uzanmışam. Gömgöydü. Ne ben bura pambıqla şeydardı. İşbirisi taxırdılar bura. Böyründən də işbirislərlə nə bilim sistemlər vurdu. Bu da burada 2-3 gün qalırdı belə. İbromda da var. Damara vurdular da. Sistemlər götürdülər. Ağrım kesirdi Banisada. 3-4 gün Gəncədə Banisada qaldım. Yəqin göyərif. Birimdən əməliyyat olmuşam. Qirijan, 13 mili qirijan vardı, o da vurmuşdu ayağıma. Biraz da gec gəlsəydim, iflic olacaqdım, gec getsəydim. Yaxşı ki, biraz tez vaxtında getdim. Hanı ağrılarını kəsir, gəl uşaqlar ayaq üstə. Durub yeriyə bilirəm, yeriyə bilirəm. Amma deyir, dəmir qoyublar da belimə, implant. 10 il keçənə qədər deyir, ağırdacaq. Kesəcək. Kəsdi alıram. Hə, biraz kəsdi. Kəsdi, ağlamaya halatı bir ağladan çıxar. Şimdi mərcüs pişirəyim. Nə? Mərcüs çıxdı. Hə, pişir. Mənə qarpız verdi, amma Yox, olmaz. nə olar, kimi qarpız istəyirəm. Yox. Çok verirəm. Bana gel. Qonşum. Qonşum da aşağılar mənə baxır. Ayrı kimin var ki, da kim baxır, bir məftun gəlir baxır, yemeyin, bu 3 nəfər. Kimin var ayrı kim də axsın bana. Vəfanda burada zobu şişib. Gidəcəm Bakıya görüm, gör əməliyyat yazıdır, o geçsə mən qala bilmərəm tey. Palata yol. Nətər yad eləyim ay qaqa? Mənim ağrılarım güclü deyil, sən sadə əməliyyat oldun, amma məndəki həkim deyir ağrıyacaq. Dəmir oranı şey kimi, canımın əlində qalmışam, sən nətər yad eləyim? Düzə bilmirəm ağrıya. Dünən də möhkəm tutdu. Həkim dedi ki, güclü ağrıyacaq. 2 həftə üstü deyildi. Əməliyyat olmuşam da uşaqlar belimdən. Qohumlar, heç kim gəlmədi qohumlarımdan, heç kim. Amma Gəncədə nə qədər yad adamlar gəlirdi. Azər qoyucusan, Gəncədə nə qədər yad adamlar gəlirdi. Dünə Saadət gəldi, 50 mat qoydu başımın altına. PK edirdiyi Saadət. Bayısından gəlmişdi, bir də xalası qızı idi. O gəldi, ziyarət elədi. Xəstəxanada onda Seviş gəldi, hədidli. 300 mat qoydu, getdi başımın altına.
Bir de deyib o aldığı meyvələrdir. Sonra yad qızlar gəlirdi Gəncədə. Salam. Dünəndə Tima gəldi. 50 manatda Tima qoydu. Salam. Az yox diləmirəm, Allah qız orada basıb gedirlər. Quranın adına. Mən dilənçi deyiləm, uşaqlar elə deməyin. Mən bir dənə zağalıb eve qalxmaq istəyirəm. Yalnız zorla qoyurlar da, yastığın altına qoymuyorum, çıxıb gedirlər. Ağlama kesəcək. Əli kimdir? Yazıb açıqdır, nə istəyir alım götürmür, nə qaqa, hər şeyim var. Meyvəm var, yemeğim var, çolpam var, her şeyim var. Ağrılarım kessin, işini istəmirəm. Sabir tamam, pis olma, elə yazıb daha da pis eləməyin. Qəddardılar da bəziləri. Mən kimə nağarmışam ki sizə. Ne güzel yavaşır saqqal, həqqi. Mənəm də. Heç nə istəmirəm, mən ağrıyıram. Bu nömrənin yaddaşda yoxdur. Melisa xanım nə yazırsan oxuyamıram. Tez gedir, moderatorsan sabitdə. Sizsiniz, dünən moderatorum hayal kartını istəyib ki, qohumlarını pul atmıram. Sizin kart nə daha az? Dilənsiz adam mən. Bizim kart paylaşan dilənəm. Bircə o qalıb. Sadəcə ağrılarım kəssin. Hiç istəmirəm, ağrım kəssin, ey ağrım. Vurdu da, ağrı kəsici vurdu. Bu görə biraz toxtamışam, biraz kəsib. Ayağımda uyuşma gedir, kiyime gedir. Ancaq dərimin üstü görəcək dana, nə bilim, ağarıflar. Bilmirəm, damarımı əlimin üstündən vururdular. Amma burada banisa dolanda heç nə hiss eləmirdim, ağrı hiss eləmirdim. Elə bir gəlirdilər, antibiotik vururdular, iynə də ağrımırdı, damara gedirdi. İndi deyib dalımdan vurdu, ağrıdı iynə. Əməliyyat olmuşam uşaqlar. Əlindəki Qazaxıstanın yeridir babuş, keçəcək. Qazaxıstanın yeridir babuş, keçəcək. Qazaxıstan nədir? Ay Vəfa. Vəfa. Dürdanə toyuqlarıma yemək verib, hindişkalarıma, ördəklərimə.
Verdi. Məftun gəlməyib. Bir gün gələcək, axşam gələr o yəqin ki. Lazlo fiksi. Gözüm də görmürük. Lazlo fikslerin iğnələrin. Yox, həkim dedi ki, nə idi adı yadımdan çıxdı. Emin dediyin adı nə idi? Emin dediyin adı nə idi? Ketonalın. Həkimi yığıb məni əməliyyat eləyən Ramzi deyir ketonalın şeyini alsın, vursun. İğnəsin. Salam, nə əməli? Belimdən əməliyyat oldum aşıqlar. 17 gün yerdə zarımırdım. Ayağımı keydə vurmurdu. Nə yaxşı getdim oldum, biraz rahat ama deyə belimə implant qoydu. Mənə dedi orada sadə əməliyyat var, bir də implant. İmplant paha idi. Mən də implant oldum, yaxşısın. Dedi, sadədə özünü qorumalısan, amma implantda həmən yerdən yaranmayacaq da. Bir də o implant qoyulub, bir də olmasın. Belində girəcək. Yaman pis ağrıdı. Yaman pis. Qonşularım olmasa nə ayıraramaz. Dostlarım olmasa nə ayıraram. Kimə möhtaç qalardım. Onlar ona söylermişim. Salam. Yadlar. Unutmalım, yadlar. Qohumumdan uzaq qohum bir dənə yığıb, bir nəfər. Bir də dairə işkim. Bir də analığım yazıb. Atamın arvadı. O yazıb, Allah şəfa versin, evlən. Bir də o yazıb. İnşallah sağalarsan. Yığmayıb ama WhatsApp'da mesaj yazıb. Dairə işkim yazmayıb uşaqlar. Xalan, yo, ana tərəfimdən heç kim. Birilərin gəlmədi, yo, heç kim gəlməyib ziyarətimə. Atam yazmıyor, yalanla deyir ki, nə bilim, dediyi nə bilim, deyir pis olur, nə bilim, deyir, atam baxıb pis olur. Danışmaq istəmirəm onlar haqqında, uşaqlar. Belimdən qırıcı olub 13 mil uşaqlar. Uzanım uşaqlar, nağarım durun. Ay Vəfa. Vəfa. Şort kimi gençsin durmaya qadana bir də kurup vurum. Ay Vəfa. Ne olar mən bu şortu kimi giyindirdana deyib bir dənə elə ayağımın ucundan salsan özüm qaldıracağım. O qara şortu kimi tapanmadım, bu gödəkdir, baldırım zadmamız qalır çöldə. Uzun var, dizimdən aşağı. Yo, mənim tutuzqa. Onun qaranı gör tapanmırsan, qara. Yox, o birisini tapmışam. Sarı təri, onu gəl, bu çox gödəkdir. O çimmək şortu kimdir o. Durun gidin biraz Max'a baxım gəlin. Bunu verin.
Maa şey verdi, pol ağacını. Ondan heç olmasa tutub qalxa bilirlər. Hara gitsin ki? Durun bir dənə bir qrup vurum heç olmasa. Bir de sakitleş sonra durasın. Sakitləşib ağrım. Ayağım uşar, çox uzanaram, ayağım uşar. Pol ağacı. Yüzümə bir çəlik alardım. Biraz şeyde güvenli Nə? Uşaqlar, Vəfadan çox razıyam. Eminlə çox razıyam, Məftundan çox razıyam. Razıyam onlardan. Yatdıqlarından mənə baxırlar. Çox razıyam. Çox. Məni tək qoymurlar. Karset taxmışam, uşaqlar, taxmışam. Karset altımda. Qonşularımdır uşaqlar. Emin dostumdur, uşaqlıq dostumdur, Vəfa qonşumdur. Məftun da dostumdur, Tərzədə qalır. İndi o da dünəndən o gəlməyib, dedi bugün gələcəm. Vəfa baxırdan ha. Deyir, az gedirim, buna bax, göyərti deyil ha. Deyir ha. Mən elə biləm göydü, ölərim göyərməyib. Durun. Gedəcək. Kleydi. Uşaqlar belimdən əməliyyat oldum da. Uşaqlar məni birisi yerdə qoymuşdu. Siz məni yerdə qoymuşdu. Siz nə görürsünüz? Az ayağım uyuşmuşdu, getmiş, ölürdüm. Bir ayda da geçsəydim, iflicə ulaşaydım. Buradan bir hiss eləmirsən. Merhaba. Bunun burası. Qırıla bilər hər dəqiqə. Buna çox sallaşsan, bu sən... Yox, sallaş, bir dənə məni durquzsun. Sən yıxar. Gəl mən durquzum, gəl. Az yox, duracam, özüm duracam, ta sən get. Sən get, valla, duracam, əziyyət çəkmə. Sağ ol. Gedib 10 dənə çolpan, mənim axı çolpalarım var, beçə. Gedib 10 dənəsini təmizlədibdi qonşuya, Vəfa. Pulunu verdim 1 manatdan. Təmizlədi, yığıb buzluğa, soyutma eləyir. Dünən soyutma yedim. Çığırtma zat pişirir. Çörəyi də bu boyda verir, deyir ha. Doymuram, amma deyir ömür boyu. Deyir, səni 100 kiloya salacam. Çəkin də deyir, çoxdur deyir. Durursan, əyə ağırlıq eləyir belinə. Həm də deyir, çox qəşəkləşmişsən, arıqlamısan deyir, simpatişin olmuşsan deyir. 135 kiloydum, 125 kiloya. Günü-gündən deyir, 25 kilonu da verə bilsən, 100 kilo olsan, yaxşıdır. Düz deyir. Arıqlar. Da arıqlayıram da, da. Arıqlayıram da, aşıqlar. Da görmüsün, kilo verə-verə gedirəm. Boyum 1.80 uşaqlar. Boyum hündürdür. Salam. Belimdən uşaqlar, belimdə qrija çıxdı. Özü mənə qrija belim eləyib, içindən çıxartdığını qoyub qutunun içinə. Ay Vəfa, mənim belimdən çıxan o piyləri neynədir? Qanlı piylər. Onu gətirmişdim, həkim vermişdi mənə. Yox, mənim belimdən çıxan qanlı piylər necə olub? Bastırdı gördələn yanına. Az söyləmə. Mən belə bilim nə olur? Onu gətirmişdim axı. Yox. Allah haqqı gətirdim o qutunu. Ki baxıb eləyəcəm arada bir. Həkim çıxartdı, mən belimin içindən çıxardı, o nədir? Onu qoydu, qutuyu qoymuşdu qabağıma. Neyse pişirgi, az sesi danışma. Ay ağır değil, ağır kəsici vuruldu, ölürdüm ağrıdan. Elə demə, ay qurbanın qoyun olsun, elə demə. Mən sizə qurban olum, təşəkkür edirəm. Əməliyyat uşaqlar, sadə əməliyyat 1600 manat idi, implantlı əməliyyat 3600 manat.
Mənə dedilər, sığorta da ola bilərsən. Mən dözə bilmədim. Elə dedim, mənə əməliyyat al. Çünki Bərdəyə gəlməliyəm. Zöhrə həkimin yanına 80 nəfər, 90 nəfər adam olur. Düşməlisən, bir həkimlərdən keçməlisən. Sən nə pnevmoniyadır, nə də onu almalısan. Dedim, yox, qadalar, mən əməliyyat alım. Canımdan artıq deyil ha. Sadə əməliyyat, amma sığorta ilə olsaydım, implant əməliyyatı da 1600 manat olacaqdı. Mən deli olmuşdum, baboş. İndi görsüz olmuşsunuz da, indi mən başa düşəm, məni başa düşər. Saqqal yavaşır, çox sağ ol. Qardaşın yox, gəlmədilər. Onlar artıq məni istəmirlər, aşıqlar, gəlmədilər. Gəlsəydilər, gələrdilər də. Qabaqlarına nə durur? Amma Allah hamd olsun, yad insanlar gəlirdi, xala gəldi, 50 manat qoydu. Gəncədə yaşayan ayrı qızlar gəldi. Gəncənin orada mərkəzi klinikanın kollektivləri, medsestralar, orada işləyən hamısı şəkil çəkdirirdilər. Gəlirdilər, sağ baxırıq, eləyirik. Elə mehriban, elə gözəl qarşıladılar. Məni yeməkləri super, soz verdilər, sərsə şirin çay verirdilər, pendirlə, yağla. Nə bilim, çolpalı belə şeylik, çox. Özəl klinikadır deyil, mərkəzi klinika. Çox, otaqları hər səhər tezənə silirdilər, axşam silirdilər. Super remontdur, kondisioner işləyir. Aman tualetləri super təmiz. Çox gözəl idi. Bir gündən bir pastellləri dəyişirlər. Rahatçılıq. Medsestralar dəqiqə başı gedir başının üstündə, gəlir, baxır, təzyiqini ölçür. Super idi, super xəstəxanadır ora. Orada əməliyyat olub qalan bilir ki, orada necə insana, adama qulluq eləyirlər. Allah haqq. Super xəstəxana idi. Ramiz həkimin özü super həkimdir, savadlı. Allah haqqı. Qan analizləri götürdülər, ümumi analizdən keçirdilər, ürək kardioqram miras elədilər. Heç nəyim çıxmadı ki, yəni mən əməliyyat aldılar. Özəl elədi də, hə. Mən ona görə özəldə oldum. Kola Fantaya nə vaxtdan da əlvida demişik. Məni qoyuş, mənə qarpız vermir. Deyirəm, az nə olar, mənə qarpız ver, deyir, yox. Qarpızdan ötürü burnumun ucu göynüyür. Aşağı, niyə reklam eləmişəm? Qadın, mən pulumu verib əməliyyat olmuşam. Mən pulsuz olmamışam. Mən sadəcə haqlı, mən gördüyümü danışıram. Mən pulumu verib əməliyyat olmuşam. Mən kimsə pulsuz əməliyyat eləməyib. Niyə elə danışırsınız? Gördüyümü deyirəm də ki, çox gözəl banisadır. Qarpız yeyə bilir. Hə, istəyirəm, qarpız istəyirəm, uşaqlar. Bəyək dedim də, aşağılar, məndən də siz soruşursunuz. Bəyək dedim ki, sadə əməliyyat 1600 manatdır, implantlı əməliyyat 3600. Dörtlü olacaq. Nə bilim, mən dörtlüdən çıxmışam. Mən indi 4 ayındayım, aşağılar. Dünən baxdım elə-belə dörtlüyə, maraqsız idi. Çünki orada mən yoxam. Onlar haqqında danışmıram. Niyə ölüm ki az? Niyə elə yazırsan azma? Nə qədər insanlar var, nə pis insanlar var. Nağarmışam ki, sizə neynəmişəm? Üzünüzü güldürməkdən başqa nağarmışam. Niyə elə mənə ölüm arzuluyorsunuz ki, bəziləriniz? Heç kimim yoxdur, tək tənha insanam, heç kimdən işim yoxdur. İndi bacarmışam, ağlım olub, pullarımı dağıtmamışam, evime işi şəraiti kurmuşam. Niyə elə yazırsınız ki? Gedib restoranlarda, kafelərdə, Amerikalarda,
Türkiyələrdə gəzib pullarımı dağıtmamışam, evimi, işimi, şəraitimi qurmuşam. Siz izləyicilərin hesabına, siz dəstəkçilərin hesabına niyə elə deyirsiniz ki? Ruzini verən Allah'dır. Allah mənə bir qapı açıb, işdən çıxmışam, bir qapımı bağlayıb, bir qapımı açıb, Allah mənə bir şans verib, mən də dəyərləndirmişəm. Amin. Niyə elə yazırsınız ki? Poçta işləmişəm uşaqlar, Azərpoçta. Qonşum baxır indi. Qonşum yaxşı baxır da, çünki qonşum həm yemək pişirir, ev eşiyi silir, təmizləyir. Məftun onun qədər baxa bilmir də, indi qadın başqa şeydir. Qadın əli başqa şeydir, evdə qadın olmağı, onu hər kəs bilir ki, qadın başqadır. Evimi silir, süpürür, təmizləyir, hamamı yuyur, hamısını yeməyə pişirir, hər cür pover işləyib neçə il Bakıda. Hər cür yeməklər pişirə bilir. Vallahi 10 yeri kim olsa bezər qaçar, məni qoyar qaçar, ınıltıma, səsimə, küyümə, cavan gəlindir. Gitmirsə sağ olsun, minnətdarım. Aşıqlar, ərdə qızı var, bir dənə də yekə qızı var. 2 dənə uşağı var, bir qızı evlidir, Bakıdadır. O birisi bacısının yanında qarşı işləyir. Niyə elə deyirsiniz ki, o mənim başım deyil, mən onun başı gözündə görürəm. Elə biləm ki, mənim doğma bacımdır. Baxır, Nazımla oynayır, niyə elə yazırsınız ki, onu al. Allah bu mənim doğma bacımdır. Yemək pişir, işini gücünü atıb, öz qapısının işini gücünü, öz qapısında da çopalar var. İşini gücünü açıb gəlməyə baxır bütün günü. Sağ bacı olub və özü də arada bir canını açır, amma özünü göstərmir. Elə belə açır, söhbət edib başını qarışır. Yo, uşaqlar əri yoxdur. 2 dənə qızı var, başsız qadındır. Uşaqların birini verib qızını ərə, bir də gedib bacısının yanında qarşı işləyir, kasıb qadındır. O vaxtı kimdir bu? Asım, o adım qısa gözü, çox sağ ol. O vaxtı getdim evlərində canlaşdım. Bir dənə otağı var idi da, zal idi, yerdən tikili bir evdir. Hamısı qızlarından o vaxtı bir otaqda yatırdılar zal. Getdim izləyicilərimə göstərdim. Bir də hörülmüşdü orası. Otaq yox idi, izləyicilərim pul atdı ona. Bir dənə yataq otağı tikdik. Yadınızda. Ondan o vaxt deyib ki, sən də mənə elədiklərini mən unutmaram. Hə, yadımda. İndi o vaxtdan izləyən bilir. Saqqal yaraşır, həqqi. Hə, Türkan xanım 1300 manat atdı. O vaxtı mən apardı, Türkan xanım Türkiyəni gəzdirdi. Ta yox olub, yoxdur. Türkan xanıma buradan böyük təşəkkürlüyümü bildirirəm. Sağ olsun, mənim uşaqlıq xəyalım oydu ki, madirlərin xəyalına dedim, uşaqlıqların xəyalım oydu ki, İstanbul'u görüm, Türkiyəni görüb gəzmək. O da bir də gördüm, maziyyət gəldi telefonuma, canlıdaydım. Bir bax, sən Türkiyəyə gəzdirəm dəvəti, birinci inanmadım. Sonra pasportumuzu adım attım. Biri gəzdi, apardı, gəzdirdi. Bir 3 gün qızat qaldım orada. Sonra qonşuma deyəndə ki, o yataq otağı 1300 manatda o atdı. Yadımdadır. Saqqalım yaraşıyor, bax buralarıma bax, qafqaradır bax. Amma burama bax, ağarıb. Deyə, onun zehnim gedir. Baba, bir burada, bir də burada ağ, tüküm ağarıb. Ağaracaq da lan. İnsanın nə ailəsi var, nə də bir şey, ağaracaq da lan.
dəqiqə işinə gözümdə deyil, canımın sağlığı. Özünüz görürsünüz ki, bağın deyə evimdə zadımda aclıq çəkmirəm, körlük çəkmirəm. Yerlərdə yatmıram, amma gözümdə deyil. Dururum, ey. Azaldı, ağır kəsici vurdu axı. Əslində həkim deyir ki, çox ağır kəsici olmaz. Gördü ki, güclüdür, onu da vur deyir. Çox ağır kəsici deyir olmaz. O ciyarları məhv eləyir. Dururum, aşağı gəzə bilirəm. Qodurum şortikimi çəkim yuxarı. Şortiki taxtayıq ama bundan duracağım pol ağacından. Niye implant koydum? Mən istədim ki, bir daha qirişə yaranmasın. Prim yığır. Kim? Niye prim yığım ki aşağı? Mənim primə ihtiyacım yoxdur qadan alıb. Mən 6 ildə TikTokdayım, 6 ildə də Allah'a şükür 500 nəfərə düşməmişəm, 400 nəfərə düşməmişəm. Primi nəyimdən yığacağım? Canlı açalım, söhbət edirəm, başım qarışsın. Nə ayrım? Yoxsa bütün gün 24 saat uzan bu kravat, adam ürəyə partlayır. Qəddar olmayın, yenə bir izləyicilərim var, sevən izləyicilərim var. Oturub söhbət edirəm, başım qarışır. Ağlayanda da içim rahat deyir. Başa düşürsünüz? Oturun burada, vefat orada konuda yemək, mən də oturun burada, adam ürəyə partlayır axı. Mənim primə ehtiyac, cəmat məndən prim yığır. Neynəməyim primi? Sağlam olum, ayağa qalxım. Döyüqma düzəmə gedim, yemək verim. Neynirəm primi? Neynirəm? Durdum. Bax, yeriyirəm. Oturma, dur, gəzi. 10 dəqiqə deyib həkim. Deyib ki, 10 dəqiqə gəzə bilərsən. Və bax. Qapını örtüyəqin, yemək pişirir orada. Bir 10 dəqiqə gəzin, gəlin. Kondisioner işləyir. Su yox, su içmə. Gəzmişəm, durmuşam. Gözüm var. Gəzirəm. Gedirəm Maksa baxam, qayıdam. Xalar rəhmə olsun. Yox. Kız. Tüyüklarım. Ay kız. Deyir aşıqlardan durma baxır. Kız. Gəlim yanına. Düşə biləcəm. Düşəmədim. Yox, düşəmədim uşaqlar. O zinciri dolaşıb. Uşaqlar nağarın bağlı saxlamaq məcburiyyətlə, çünki qonşularım qorxur. Məftu gələndə yenə axşam açdırıram. Dolaşmışsan yenə. Lehli. Dolaşmışsan. Yox, aşağı mən onu sata bilmərəm. İstiləni tutan, ha? Çardağın altıdır, kölgədir. Dolaşmışsan, ayma qız.
Dolaşır yaz. Qoyduğum dəfə Max dolaşır. Ağaca dolaşır. Ürəyim ağrıdı say Max. Qoy yaxşı olur. İnşallah sən heç vaxt bağlısan. Səndən qorxurlar, nağayrım. Səndən qorxurlar, nağayrım Max. Neyim? Qonşularım onda gəlmir, deyir qorxuruq. Laf dolaşdın, eləmə. Dolaşdı yaz. Yazıq qalıb, ləhliyir, dolaşır. Övhadim ki, Max dolaşır. Yok, olmaz, belə dolar. Oradan gəl. Buradan gəl. Buradan gəl. Ayağım ağrımağa başladı. Pony evdədir, onlar evdədir. Oradan gəl, buradan gəl. Gəl, ay sana çıxdı. Hə, o git, ağıllı, git, ağıllı. Git, elə dolaşmışsan, git. Onu yenə. Deyil, taxtadan bağlayardı, dəmirə yox. Dolaşdı deyin, singildiydi. Dur oradan çıx, oradan çıx. Gidin və Max dolaşır. Yox, düşə bilmədim mən. Dəkəndən düşən bilməm. Gəlsin taxtayla. Qol ağacından belləsin çıxsın. Ay Vəfa! Vəfa! Ay Vəfa! Max dolaşıb Max pis dolaşıb yazıqdır. Gəbir ağacına, pol ağacına belə çıxsın da oradan. Görək gəlib, qorxuruq, ağar bir qorxuruq. Dolaşıq zingildiyir. Qalıb elə. Yox, özümü tutacağım. Yox, az narahat olacağım. Dolaşıq, yaz oraya ağrıdır. Bərdən gəl, bəlkə gəlsin, sən bəri gəl. Sən tutan deyiləm. Aha, gəldi. O ağacın dalından çıxsa, dolaşıq deyin, ləhri. Qormayıb Vəfa, tutan deyil. Oynayır sadəcə, bax, oynayır. Aha. Yox, özümü tutmuşam. Ay Vəfa, mən bilirəm də, sən niyə tutum ki o? Hə, sığalla, bax, elə başda sığalla. Bax, elə sığalla, o banırı sadəcə, Allah ki, heç dənəməyəcək, ay Vəfa. O səni çox istəyir. Hə, oynayır səni, görsən əl atır. Görsən, düzü mənim ağrıma başladı. O ağacı oradan çıxartmaq lazımdır. Ay Allah, balaca itinətər çox istəyir, ana. Onu çox sevir, onu ay Vəfa. Mən onsuz dalanma, ha? Deyib əcəb dalası elə deməz Max'a. Boğazındakı naat, sonra gələcək yanına. Harikası, gələcək buradan, ha? Sən yanına. Ha, yox, gələr mənə şey eləyər. Ha? Mənim şey ayağım ağrıdı, Vəfat, gedeyim evə. Mən öz açırım. Elə çox dolaşır deyil. Oradan boynundan tutmaz, bərdə. Gücün çatma. Yeməyi də qutarıb, Vəfat. İncə yeyib. Artıq olamdır, mən heyvanlara qarşı başa düşürsən, mənim Max'ımdır. Görsən, sığallıyırsan, elə sığalla. Gidirim, ayağım ağrıdı, ay Vəfa, duranmadım. Yox, çıxarda bilməyəsən, Vəfa.
Çıxardamayasın. Belə ki, görsünlər ki, biraz heç olmasa düzəldi. Qoy izləyicilərimə göstərim. Belə ki, deyir uşaqlar, biraz heç olmasa biraz düzəldi. Bayaqlar pis dolaşmışdı. Pony! Vəfa getdi, get. Max, dilinə qurban olum. Açıq sallanır dilin qalır orada. Tartmışdı məndən ötürü, ay Max. Deyən görə vəfa çıxır deyəsən, düzəlir. Sən çimizdirəcəm, qoy sağalım, ha? Yaxşı, gələm. Getdim Max, sağ ol. Suyun qabağın, suyun zaten yeməyə yoxdur demək. Qadın sadə insan, qonşumdur. Allah başının üstünə nə hiss eləməsin, mənə baxır. Özünüz görürsünüz ki, bu dəqiqə möhtəcəm. Toyuqlarıma, cücələrimə, 4 tane də sağ olsun. Gəl Pony, gəl. Gəl evə giririk. Gəl gittik evə. Tez ol. Gəl. Ged evə. Hapşıydı orada yatı var uşaqlar. Lili. Ay Lili. Divan üstə yatır. Lili. Lili. Yatmısan? Yaxşı yat, işığı keçirir. Gedirəm uzanama uşaqlar. Deyim ben. Yatıbdı. Lili yeyir, içir, yatır orada. Dedim Lili gözə mahal verdi. Mahal verdi, görmədi. Baboş, sağın o əməliyyat olmuşam, Ali qalx. Əməliyyat olmuşam, o da ağır bir implantla olmuşam. Belimdə 2 dənə dəmir var. Gireceğim əməliyyata. İstəyib bu. Telefonum aşır. Deyi qırdım, yazı çatladı burası. Üstünə vurduğum plyonka. Yok, qonşum su pişirir ha. Mərdi supu. Karset deyil ha. Karsetsiz gəzmirəm ha. Karset taxıram. iPhone-da Doğdum, üçün doğmuşam. 300'üm olub. Necə sən yaxşıyam, sən nə tərsən? Mirzəyeva, çox sağ ol. Nağarım da il boyu tek qalmışam, qızartma, bozartmalar ancaq pişirmişəm. O qədər arıqlamışam ki, Allah haqq. Çox gəzmə. Arıqla baboş. Allah haqq arıqlayıram ay izləyicilərim.
Quran haqqı arıqlayıram. ...135 kiloydum, 125 kilo olmuşam. 25 kilomda açam, 100 kilo oldum, bəsimdir. Yox, yeri bərkdir, nə yalan deyəcəm, bu matrasın üstündən döşək sərmişik. Yumuşaqdır. Amma orada yerim bərk idi. Ay, Banisada yerim bərk idi. Bacararıqla, yaxşı. Sağ ol, sən nə tərsən? Saqqal yaraşır, həqqi. Dişim düşdü uşaqlarına. Biz dişim düşdü. Qoymuşam maşına, Bakıya gedəndə həmən həkimin yanına gedəşəm. Ki, taxsın. Saqqız çiynədim, bir də gördüm ağzımda gəldi. Təbrik. Yaraşır saqqal. Mən simpatişin oğlanam, amma hər şey yaraşır. Orxan, xoş gəldin, nətərsən? Heç nə yoxam, bəyə ağladım. Ağrı kəsicini vurublar, biraz yaxşıyam. Dözə bilmirəm ağrı. Həkim deyib ki, bir müddət ağrıyacaq kəfdə. Orada dəmir vardı, 2 dənə dəmir qoyublar. Başa düşürsən, qaqa, dözmək olmur. Nə olur, qoysa. Mənə takip verirsən, baxın. Yox, moderator vermək olmursa. Mənə takip eləmirsən. Uzan. Canım ağrıyır da Orxan. Şu düşürsən qaqa. Eləmirsən, moderator vermək olma daxsa. Baxın. Oturmaq olmaz. Haran ayağım keyiyib, ayağım uçub. Heç Orxanın üzündə belə tük yox deyil. Allah haqqını simpatişniyəm. Quran haqqı. Bəzi kişilərin üzündən çıxır, qotur kimi. Buradan çıxır, buradan çıxmır, buradan çıxır. Amma buna bax, əsl kişi kimi üzümün tükü var. Şu kişilərdə elə tük yoxdur. Bəli. Ay babaş, Allah şəfa versin sənə. Sağda. Ay babaş, qurban sənə. Altında döşək var, onu götürür, matrasın üstündə yatır. Matrasın üstü şeydə axı, klyonkadır. Klyonkanın səsi beynimə aparır. Klyonka, hə, onu cırdır da, mən madduna dinə cırsa, pratina faldı. Nədə cırdırmaz? Çıxardırlar da, o matrasın üstündən salbanı çıxarmaq olur. Bir də məftuna deyilən ki, yerini düz eləsin, döşəyi götürsün. Sən düz yerdə yatmalısan. Mənim oğlum da olur. Düz yerdə döşəyi... Onda gedim kızımın otağında yatım da, kızımın otağındakı qalı şeydir, dəmir kimi matrasdır. Hə, qurban sənə, Quran haqqı mən səni istəyirəm, çox istəyirəm. Hə, orada otaq balacadaq, orada ürəyim sıxılacaqdır. Nə bilim, bax da, amma neynirsən də döşək qoyma altında. Üstüvü, bir də karsetsiz gəzməklə. Qətiyyən karseti bağlı saxla. Hər ağrı olduqda qoy sənə ağrı kəsici vursunlar ki, sən ağrı hiss eləməyəsən. Yaxşı, qurban olum sənə. Allah şəfa versin, yastığın yüngül olsun, ay babuşum. Sağ ol. Yaxşı, qurban sənə. Yemək də bir çox yemədən, əməliyyatdan çıxmışsan, meyvə nəzərlə belə, yüngül salatla nəzərlə başı Allah yenə. Həm də ağrığın var, qurban sənə. Bədənin belinin üstündədir. Ağrıdıqca iğnə vurdur. Gördün ağrı keçdi, ağrıyırsan, qorxma. Ağrı kəsici iğnə vursunlar, düz, yerini düz elə. Düz, özü çox gəzmə, çox oturma, arada biraz fasilə ver, uzan yenə. Yaxşı, Allah şəfa versin, öpürəm səni, babuşum. Sağ ol, sağ ol. İndi buna bax, deyir ha, döşək gəlib bəri. Qodurum çəkim. Deyəm.
Hə. Döşəyə çəkirəm canım. Hə, cücə salasını deyirəm. Deyə döşəyə çıxar ki, matrasın üstündə. Məncə də, hə. Hə, banisada da yerim daş kimi idi. Çıxardar. Hə? Çıxardar. Və o koyunkan səsi. Onu çıxardar. Benim cücə salma. Yox, sanma. Yemək pişdi. Yox, hələ azalır. Nə pişirsən? Mərci. Ürəyim soğuz istəyir. Soğuz olmaz sənə. Ət alarıq, soğuz yeyərik. Güzel. Çıkır yeyərik. Qırmızı otağına, oğlumun otağı, ora nə bilim. Qaqa, nə tərsən, xoş gəldin. Canlıda çox qallam, başım qatıram. Doğumsan, hə, üçün birdən doğdum. Görümsüz əməliyyat olmuşam, mənə nə sual da verirsiniz. Qızımın otağı üçün düzəltmişəm də, sağ qaqa, yaxşıyam. Matrasanda klyonkalıydı da, qopartmamışam klyonkanı, döşək sərmişəm üstünə. Necəsən, sağ qaqa, sən nə tərsən? Mən çıxarda bilmərəm indi onu, mən əylə bilmirəm. Hara, belimlə, uşaqla belimdən əməliyyat oldum. Mənim yazımın moderator Sabit Dəmir. Diyar Sabitdə zıl oyun yazısına. Az oturmamışam, uzanmışam. Ayağımı uzatmışam. Korset taşımıram, yox. Beli gücə düşür. Nə qədər misafir istəyirlər atam var. Gəlməyim, həftən axşam gələr. Deyir, başımda ağrılar var, emertiyə düşəcəm. Dedim, get düş. Dedim, özünə bax. Korset açı uzan, yox, o sıxsan həm. Hə, ağrı kəsici ilə vurdular uşaqlar. Ağrım biraz kəsdi, amma deyə ayağım ağrıdı, indi də gücə düşdü. Çox şükür. Sıloy, sağ brat. Mən inşallah ayağa qalxım, görüm bir qız tapıb evlənə bilirəm. Eybəcərdə olsa alacam. Dünyaya gözəl axtarıram. Baxaq bir-birimizə, mənə baxsın, mən də ona baxım. Artıq evlənmək istəyirəm, Allah'ın dostum. Sənin ayağın olub mu? Elə qəşət evlənəcəm ki. Geciymişsən, çoxdan geciymişəm evlənməyə. Oy, çoxdandan. Saqqal yaraşır. Sağ ol, qaqa. Azarcımı güldürmüyor məni. Gec deyil. Olsun da. Zatı evlənəcəm mi? Sağ ol şəhid qızı. Mən belimdən qrıj oldum, uşağı qrıja yarandı. Özdə 13 mılı. O ağrı çox verdi, ayağımı tutmuşdu. Sağ ol Eki, sağ ol qaqa. Okuya deyim, burada açsam, açsın pek ataq da, başım qarışsın biraz. Bir iki dəfə oynatdı, qəbul eləmədim. Həyatda işin üçün. Yox, gecdir. Mənim artıq da yəni uşağımın olmağı, eləməyi, yekəlməyi. Mən nə qədər gec, camaat 20 yaşında ailə qurur. Mən olsa çox geciymişəm.
Sadəcə ağrım kəsdi də, ağrı kəsici ilə vurulur uşaqlar. Kəsir, amma birazdan sonra yenə başlayacaq. Saqqal biraz kişi yoxşu. Kişi idim də, Nayqa qılə da danışırsan ki, burası göyçək oğlanam. Üzümü qırxanda nənəm adı dedi ki, səndə qadın qəşəkliyi var. Arvad oxşadırdı biraz mənə, nə ağarım? Ata da görsən, çimirəm, deyə saqqalımda uzanıb. Üzümü qırxan kimi qappaq oğlan. Bax, pəhrizdəyəm deyil, qırmızılarım da çıxmır. Sən demə, mənim yeməkdən qırmızılarım çıxırmış, Allah haqqı. Yeyirmişəm, allergiya verirmişəm. Saqqal saxla, yaxşı. Burası mənim saqqalımın pisdir də, qaydaya salsına bax. Biraz buradan aşağı yendirsin, belə. Dedi, həkim çinmək olar, yaranı qorumaq şərti ilə dedi, çinmək olar. Nə yemisən? Səhər-səhər şirin çayla pendir yedim. 2 qaşıq saldı. Qoş, indi də yemək pişirir. Görək nə yeyəcəm. Mərci. Az hərəkət. Rəhmətli yanına oxşayırsan, biləm. Çox yemə. Qonşum pişirir uşaqlar Vəfi xanım. Sağ olsun, əlbəttə ki, sağ olsun. Dəri sevir. Kim kimə baxar? Dəri deyil, bu deyirsən. Meyvət də uşaqlar basıb yediyim. Çolpa dünən yedim. Gördün, indi çolpanı saxladım. İndi yiyirəm. Uşaqlar nə olar gələndə Vəfiyə oradan deyim, mənə qarpız versin də. Ürəyim qarpız istəyir, vermir mənə. Fikir. Özünə nuş olsun. Nə olar deyim, mənə gecə 3 qusop mənə qarpız versin daha uşaqlar, nə olar. Ürəyim qarpız istəyir, Allah haqqı vermir mənə. Deyə qarpız səni köpürdəşək. Mənim ürəyim qarpız istəyir uşaqlar. Nə olar ki, az qarpızdan 4 dənəsini qoysun. 4 dənəsindən nə olacaq? Bir dənə olsun, yaxşı, bir dənəsini versin, ağzıma qarpız keçsin. Keçmiş olsun, çox sağ ol. Qarpız, yəni pəhrizdəsən, pəhriz saxlayıb vermir, amma yemək vermir. Deyir, səni 100 kilo eləyəcəm. 25 kilom qalıb. Mən də kiçitmə eləyənmərəm uşaqlar, raqsat düşərəm, qorxuram. Orxanın ağarsa, nə kebabı yeyirsən, anekdot. Pomidorla yeyəsən. Pendir zad olacaq böyründə. Onu yeyəndə qoşularsan da misafirə mən də baxarım sağ. Gör nə də yeyirsən. Xalan, az mənim xalalarım var, sən Allah aynə qoy, geçsinlər, aynı istəmirəm. İyi yat, başımda pərvanədir, baxır, paltarlarımı atır maşına yuyur, evim, eşiyimi, özünüz bilirsiniz ki, mənim evim böyük evdir. Evim, eşiyimi silir, süpürür, itin də tükükü dünya ilə bir də OIT vitamin vurulmalıdır. Tün tükün təmizləyir, ev eşiyi silir, çayımı qoyur verir,
Yeməyimi pişirir. Dürdanə qonşumda gəlir. Məftun olanda öndə olmur. Məftun 2 gündür gəlmir. 2 gündür dünəndən gəlmişəm. Toyuğuma cəmə verir. Vəfa baxa bilmir toyuğa düşür. Düz gəlmir, çox olur. Sağ olsun Dürdanə də toyuğuma baxır. İndi Vəfa Bakıya gedəndə Dürdanəyə deyəcəm, o da gəlib kömək edəcək. Gecədə Məftun qalar yanımda. İtlərə deyir, Vəfa bayaq baxdı, getdi yedizdirdi bayaq maksı. Pişiyi yedizdirir, yeməyin qoyulunu, hamısına baxır. Mən uşaqlar əlimi işləyə vuramıram, özünüz ancaq yataq xəstəsiyəm. İndi hava qalxam ayağa. Mərci köpdür, acmışam. Saat 7-dən durub şirin çay yemişəm. Dünən gəlmiş demin uşaqlar. Nəyə gəlsin ki, bax bu dəqiqə ta Eminlik nə var indi burada? Emin indi gəl mənə ağaracaq, baxır da. Emin gəlir çimizdirir. Götürür, apardı gənciyə, həkimlə danışdı. İndi onun da üzərinə düşən eləyir də. Bu dəqiqə nə aralar, baxır da, bu dəqiqə uzanmışam, yeməyim, içməyim gəlir. Acmışam, uşaqlar, yiyəcəm. Gəlməyibdir. Axşam gələcək. Ay Vəfa, pişmədi. Nən acmışam. Mavi vitamin dərmanlarda yazıb, acdırır məni. Səsim də batır. Limonum yox. Elə durmaq ziyandısa. Həqqı, az yaxşı qonduz onu. Ağrı kəsici vurdu hər uşaqlar. Deyin, düzalmışam. Qədrini bilir. Mən hamının qədrini bilirəm uşaqlar. Elə söz deməyim ma. Mən hamının qədrini bilirəm. Mehribanam hamıyla. Siz söz aparıb söz gətirməyin. Dostlarımla yaxşıyam. Deyirik, gülürük, danışırıq, yanındadılar. Kökəlməyəcəm, yox. Dostunu, düşmənini tanı. Az bayaqdan ağlayıb özümü öldürürdüm, Nil. Ağrım birsən hara gedirdi. Ağrı kəsici vurulub deyəm, biraz toxtamışam. Yo, acı yiyəcəm, çörək acı verir. Saqqal yaraşıb, sağ ol kaka. İnşallah toyum olar, toyuma gələrsiniz. Çardağın altında eləyərəm. Bir qız tapın, ağıllı başdı. Dünən Saadətin xalası qızı gəlmişdi, o da. Allah, qız elə bir dünya gözəli idi, Allah nə gözəl qız idi. Saadətdən də qəşəng idi. Gözüm qaldı o qızda. Qonşularım da deyirdi ki, dünya gözəli, beli də ortası da nazik. İri gözəl idi, Allah, elə qəşəng qız var yanı. Çox xoşum gəldi. Deyəcəm Saadət, deyəcəm o xalan qızını vermə. Amma sevgilisi oları gözəldir. İbrahim çox sağ, inanmıram, boş qala. Bir qəşəng idi. Sağa gəlməz, gələr, niyə gəlmir ki? Nə olub evim eşiyimə? Başını qaldırıb patoloğa baxırdı. Evim eşiyimə. Nə olub? Bir qadına nə lazımdır? Xoşbəxtlik, onu da verəcəm də ona. Teoğa bu niyə baxmır ki? Teoğa baxmaq çətindir. Qavı götürsən, dəyənə qoyursan içinə, qoyursan qavanı, bir də suyu doldursan, yeyirlər də.
Türkü özünsən, türkülü yerədim nağardım az. Başına daş. Türkülü yerim nağarmışam. O sağa gəlməz. Niyə gəlmin oğlum ma? Tarıqlamışam da 100 kiloya düşürəm. 25 kilom qalıb, onu da vereyim. Sağa baxar, niyə baxmır ki? Sevəndən sonra baxacaqdır. Bu şey uzanmayız. Ya, su itin oxşuyursan, çox sağ ol. Dörtlü pökü eləmə. Yo, pek eləmirəm eləmə. Bu dəqiqə mən dörtlünü fikirləşəcək durumda deyiləm uşaqlar. Vəziyyətim o deyil, ağrılarım çox olur. Dünən baxdım da PK-larına. Ləmanın gözü məni axtarırdı. Mutsuz idi. Gəlsin, qoşulsun, üzümə desin. Gözü məni axtarırdı oradan. Mənim yoxluğum hiss olunurdu ona. Papan yesin paxlava, sən qal paxlavasız. Görmürdük, maraqsız idi özdə. Asiya yaxşı, aspa. Həyətdədir Max. Ləmanla küsülüyük ki biz. Küsülü deyilük. Mən dedim, gəlmə uşaqlar. Dedim də mən kim yığıb desə, mən dedim, əziyyət çəkib gəlməyim. Gəlmə. Yox, az Allah ki, küsür deyilmiş ki mən. Məndə nə kim var, nə də nifrət. Allah haqqı yoxdur. Bu gün dalaşım səri yadımdan çıxasıdır. Diye geldi yemeğe. Benim ağrıyordu. Peki. Bunlar fena değil ama. Gelsin. Səfətdə də burada. Onda mən bunu yeməyəm. Bu çox az daxil. Yox, ben sana yiyeyim. Yeməklə yiyeyim də ondan bunu. Yemekle şey su içersen. Ye. Gel gel. Duymadım. Sıla çok sağ ol. Kutu neydi ki bu boyutaydı? Neydi ki şu? He, yerdim. Kaka yazıram. Ay moderatorası kaka. Yazdılar.
Moderator hazırlı oyun yazısını sabitleyin dana. Qonşumdur. Belimlə uşaqlar, qrijamla. Salam, salam. Kökəlmişsiniz, sesi danışma, sarıqlamışam. Sağ ol uşaqlar, himayə yastığı İngilizcə üçün yazanlar, təşəkkür edirəm. Qrijan düzəldi. 4 gündür də əməliyyat olmuşam, nə tez düzələcək. Ağrılarım çox olur. Karpuz olmasaq ki, ölürəm də karpuzdan ötürü. Zılo, öpürəm, əziyyət çəkmə mənim qardaşım. Sağ ol, bəni sev də atın, uşaqlar, bəni sev. Yarabbi. Bugün kimdən PK'den başım karıştı. Yo, sigortasız oldum. Sigortasız əməliyyat oldum uşaqlar. Sigorta pərdəyə gəlməliydim bir də. Şəxsiyə baxda baxarım. Gəncədə oldum uşaqlar əməliyyat. Saadət gəldi, bəli. Kürəyi üstə. Yaxşı. Moizə. Gözləyir. Hoppa. Kürəyi üstü uzananda ağrıyır. Artıq kürəyi üstü deməyin, ağrıyır, qorxuram. Bir qrişası, hə. Belimlə uşaqlar. Gülsüm gəldi. Gülsümdən xoşum gəlmir. O kızı sevmirəm. Dünya zəng eləmişdi. Vəfa götürüb yatmışdım. Deyir, birdən puldan sıxıntısı zad olar. O da deyir, yox, hər şeyi var da yəni. Sağ olsun, nə lazım olsa dedim, mənə desin, dünya. TikToker dünya yoxdur. O zəng eləmişdi. Maraqlanır. Gülsümü neynirəm? Saadət gəldi, hə. Yastığımın altına 50 manat koydu. Xalası qızından gəlmişdi, bir də bayısından. Gəldi, dəydi, getdi. Hə. De okuma oynatır. Salam babo, nətərsən? Sağ ol. Nə var, nə yok?
Özü necə hiss edirsən? Hə? Yaxşıyam. Maşallah olsun, maşallah olsun. Oyun zaten cibabon beş eləmirsən, ha, qəbul eləmirsən. Bilirəm. Yaxşıyam. İndi özvə gəlmirsən, yaxşısan. Nəsə sözün, tapşırığın var babo. Yox, pekaliyə. Əqin. Getdik onda bir də sənlə. Deyirsən, bu xəstə sən başını sıxın mən. Hə? Səsin gəlmir babo. Deyirəm ki, sizdən deyər Sağ ol. falan. Gör nə deyirəm? Aman yox. Sağ ol. Gör nə deyirəm, sistemi qoşsun okey? Gəl. Sən dün pırtıyıb çıxmısan, mən illərdir buradayam, Bu TikTok'un da adı Duzuyam. Sağ bırakacağım. İnanmırsan? Birlikine geçmişim ya. Yetti uşaqlar, dayanmadan herkes ekran tıklasın. İndi görək də okumaya batabilir. Uşaqlar, bir də bunun sistemin qoşağın. Kimə? Mənim Bir də- sistemimə həkim qoşur. Sən həkimsən, 7 metr üstündən. Gör nə deyirəm? Analgin Dimitrol baboş. Bir də sənin üçün bir sənə qoşacaq, okey? Bir də essensial qoşacağam sistemin içərisinə. Sənin üçün də bababam. Mənim izləyicilərim, mənim xanımlar, qardaşlarım hamısı buradadır. Səndə kim var? Mənim qaqalarım buradadır ya. Mənim də qardaşlarım buradadır. Xanımlar, baş hamısı burada. İnanmırsan? Yox. Yaxşı, nə olar? Eşitirsən mən. Sən dayanında, nə olar dayanında, mən çöldə bardayam, dayanında. Okey. Okey. Baboş xod edir, okey. Bəli, bax. Hə? Min xala çata bilmirsən, nə gün dəsən. Srokun getdiyi sənin. Baboş xod edir, okey. Sənin artıq srokun gedib bildin, ayağını denk al. Mənim srokum gedib, babo. Bəli, sənin srokun gedib. Sən yadındadır mənəm oynadın. Görəsən. Qoy. Qoy bir iki qatımız açılsın, baboş. Sən bir də Gemadez Gilkoz Sən iki ofisiyasını qatına qoşacaq. tapmağa arayacaqsan ki, açılsın deyə açıldı. Nə arayacaq? Nə deyirəm ki, qoy bir də açılsın. Qoy bir də açılsın. Sağ ol. Uşaqlar 20 dəqiqə gül atağım da, 20 dəqiqə gül atağım. 20 dəqiqə gül atağım, bir də bunun analgin Dimitrolun oku qaquz qoşsun da. Pramonu esensiya qaraciyərinə salam dua göndərəyim onu. Birbaşa belənsinə. Mımı 444 qaqam var ol, ürəyim qurban sənə. Mənim izləyicilərim, qardaşlarım heç vaxt qoymaz. Eşitdin, istər xanımlar, xalalar, hamısı buradadılar, eşitdin? Sənin bu bel bankəsi mən üstümə xod edir. Topunla oynayın, qoy mən bəni sevimi də sabit deyim. Can ürəyim qurban, uşaqlar. Bu nə deyir? 3 kiloluq balon nə deyir? Mən üstümə xod edir. 3 kiloluq balon mən üstümə xod edir, qaqalar. Yaxşı eləyirəm, uşaqlar, xod bir də eləyirəm. 2 qatımız. Doli, 2 qatımız hoş gəldin. ürəyim qurban sizə. Uşaqlar, bir də 2 qatımızda. Bir də 2 qatımızda gedək onun xalım bir də Legedenso. Legedenso. Mən dedim bu, dedim ha bəs belə də, indi hardasa belənsinə semi aycan, soli molli, soli sol. Yazın məni sol tərəfinə. Soli, kalbin soli, kalbin, yetə, kalbin soli sol. Soli, kalbin soli. Səni... Məni tək qoymayın, tıklamanı artırın. Herkes 15 dəfə ekranı tıklasın. Göreyim abi batabiləcək. Aytən bak. Mən hələ nə vaxtlardır ki, görsən, görün neçəyə düşmüşəm, B1-likinə gedib düşmüşəm. A1-də idim, nə vaxtdan da canlaşmıram, pek eləmirəm. Trend xanımlar sənə. Bu nə deyir, bu nə deyir? Yazmanız, okey. Okey, bu bulku başa uduzacaqsan, inanmıram, okey. İnanmıram sən, okey, okey. Okey qaqaları. Okey qaqaları. Bir deyəmin, Aytən bak, Aycan, salam Aytən xanım, salam, xoş gördük. Aytən xanım, bu bulku başa uduzacaq
biz. Hə? Hə,